Değerli izləyicilərimiz, evin də torpağın da kupçası olan, qoşa kubik, mərtəbələr arası monolit beton olan və bununla əlavə əsas prospekt yola digər evlərdən nisbətən yaxın bir ərazidə yerləşən Masazır qəsəbəsində Şok Marketin arxasında 4 otaq qiymətinə sizə 5 otaqdan ibarət həyət evi seçib təqdim edirəm. Dəyərli izləyicilər, ev təcili olaraq satılmalıdır. Qardaş şəhərdə bir evə 6000 manat beh verib. Ya behi batacaq bu adamın, ya da bu evi satıb, indi başqa yerdən nəsə almalıdır. Ona görə bilmirəm nə alır əslində. 6000 harasa beh verib qardaş. Ona görə də bu evin qiymətində konkret endirim olunub. 5 otaq 4 otağın qiymətinə. Bu evin qiyməti hal-hazırda 123.000 manatdır. Gəzin, axtarın, 5 otaq 2 mərtəbə axtaranlar bilir ki, 123.000 manata 5 otaq tapmaq çətin məsələdir. Masazır qəsəbəsi Şok Marketin arxası, Daşqum bazarının yaxınlığında, qoşa kubik, deməli, mətbəxdir, hamam sanuzeldir, dəhlizidir, istifoldur, hörmətli izləyicilər. Qeyd edeyim ki, hər mərtəbənin hamam sanuzeli var. Qoşa kubikdir, dəyərli izləyicilər. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Az sonra həyətyan sahəsində də sizi tanış eləyəcəm. Dövlət ipotekasına yararlıdır. Evin də torpağında kupçası var. Çox qəşəng evdir, 5 otaqdır. Deməli, qəşəng gün düşən evdir, işıqlı evdir, havalanan evdir. Marşruda 100 metr məsafədə, məktəbə hardasa 5 dəqiqəlik məsafədə. Yəni, bütün iaşə obyektlərinə yaxındır. Və qeyd edeyim ki, bu ərazidə nəmişlik yoxdur. Mən sizdən razıyam. Masazırın bəzi əraziləri var ki, köhnə göl yer olub, doldurub ev tikiblər. Bu, o evlərdən deyil, torpağı Zavaskoy torpaqdır. Baxın, ikinci mərtəbədə qoşa kubikdə, hörmətli izləyicilər. Kombi xətləri şulkanın yerinə qədər qoyulub. Orada eyvan hissəsi var. Yaxşı göstərim. Baxın, belə bir xudmani eyvan hissəsi var. Gedək, həyətinə sizi tanış edeyim. Baxın, dəyərli izləyicilər, həyətinə rahat şəkildə avtomobillər daxil olur. Gələcəyinə kimsə istəsə, naves falan da yarada bilər. Zirzəmisi hündür, quru. Sizə küçəsini də göstərim. Evin sağ tərəfinə oradan qapı qoyulub. Deməli, trap nəzərdə tutulub, mərkəzi kanalizasiya sisteminə qoşulub. Qəşəng sakit məhəllədir. Deməli, qardaş bu evləri satıb, burada ikisi qalıb. İkisindən birini də ucuz qiymətə satmalıdır ki, işini aşırsın. Belə, sağ olun, salamat qalın.